Hər kəsə salam. İnformatika test topusu 2025 informasiyanın kodlaşdırılması və miqdarın ölçülməsi mövzusundan 41-ci suala baxırıq. Sualda deyilir ki, palitrasında 256 rəng olan qrafik təsvirin informasiya həcmi 128 kilobaytdır. Təsvirin ölçüləri aşağıdakılardan hansına bərabər ola bilər? Deməli, burada bizdən piksellər soruşur. Ona görə də biz düsturdan istifadə edərək tapa bilərik. Deməli, əgər palitrada 256 rəng varsa, deməli, hər rəngin istifadə olması üçün bizdən 8 bit istifadə olunub. Çünki 256 2 üstü 8 deməkdir. Hər rəngə 8 bit istifadə olunub. Və biz düsturdan istifadə edəndə də deməli, həcmi piksel tapmaq üçün həcmi bölməliyik həmin bitin sayına. Yəni ki, n bərabərdir p vur b-dir. Biz buradan p-ni tapırıq, yəni n bölünsün b. N bizdə 128-dir. 128 kilobayt. 128-i yazırıq 2 üstü 7 kimi. Kilobaytı bitə çevirəndə olacaq 2 üstü 13. Aşağıda da yazırıq 8 biti. 8 biti də 2 üstü 3 kimi yazırıq. Buradan biz ixtisar edəndə olacaq 2 üstü 7 vurulsun 2 üstü bu 13 ilə 3 çıxanda 2 üstü 10 qalacaq. Yəni 128 vurulsun 1024. Və cavablar içərisində də görürsünüz ki, yoxdur da elə bir rəqəm. Ona görə bunu başqa cür necə yazmaq olar? Məsəl üçün yazmaq olar buradan 2-nin birini versək 7-yə olacaq 2 üstü 8 olacaq 256 vurulsun bu da olacaq 2 üstü 9 512. Belə bir variantda, yəni 512 vur 256 var, fərqi yoxdur. Ona görə düzgün cavab variantı olacaq C. Diqqətiniz üçün təşəkkür edirəm, sağ olun.